bağırsaqlar tərəfindən həzm olunan lifli qidaların miqdarını artırarsaq və həmçinin də faydalı yağlardan istifadə eləyərsək, bu bizim uzun müddətdə qaraciyərimizə edəcəyimiz yaxşılıq olar. Həmçinin də gec saatlarda yemək yeməməyə diqqət göstərmək və günün gec saatlarında yüksək fruktozalı meyvələrdən uzaq durmaq məsləhətdir. İkincisi, çəki atmaq. Belə ki, hazırda sahib olduğunuz çəkinin 10% və daha çoxunu atsanız belə qaraciyər yağlanmasına qarşı böyük bir addım atmış olursunuz. Məsələn, 70 kiloqramsızsa və 10% bunun 7 kiloqram eləyirsə, 7 kiloqram və daha çoxunu atarsanızsa, bu prosesi böyük ölçüdə geri döndərə bilirik. Amma burada məsələ odur ki, birdən-birə çəki atmamaq. Çünki qısa müddət ərzində çox çəki atarsaq, bu yo-yo effekti dediyimiz bir effekt sayəsində gələcəkdə həmin atılmış çəkinin daha çox şəkildə bəzən geri